heç olmasa durursunuz, nə bilim, evzada yığışlanır, oynayıb edirsiniz. Mən bayaqda Şəhlayla burada oynayıram. Nəsil oynanması havadır. Elə mən deyəcəkdim, əslində zəngimiz olmasaydı, bir dənə İbrahimdən gözəl bir dənə cüccü istəyəcəkdim. Çünki toyda indi olmalıdır da. Bu deyir, toyda neyini yerlər, oynayarlar. Oynayarlar. Necəsiniz, nə var, nə yox? Sağ olun, çox sağ olun, yaxşı olun. Var olun. Nə yaxşı bizə baxırsınız? Var olun. Baxıram, yox. Var olun. Baxıram. İbrahim çox istedadlıdır. Bəli, çox sağ olun. Həddən artıq ehtiramın da bir dəfə apardığı toyun şahidi olmuşam İbrahimin də. Çox sağ olun. Bizim uşaqlar çox istedadlıdırlar. Minnətdarım. Həddən artıq. Bizi qınamayın, bəzən baxıb o günləri yadına bir şey üçün. Ağçıçıyım həmişə mənə tapşırdı. Bir dənə Bakılımız var, muğam oxuyur qavalla. Adı nədir? Hər şey həmişə mənə deyirdi, Siyavuş müəllimciyim mən. Məhəmməd. O mənim Xəzərdə verişdim. Bir dənə gözəl dəstgahı var, yəni oxumağı var. Amma yadımızdan çıxır, qalmışıq, elə bu qonşumdur. Bu müğənnilər var, fırlanı beynimizdə, o jüdətli olub var. Onlardan başqa bir adam yox. Bizə nə qədər gözəl müğənnilərimiz var. Həri. Tarif bəy. Aca. Tarif bəy, bir şey demək istəyirəm sizə. Keçən dəfə Manas müəllim danışdı. Çox gözəl sənətkardır. Onu buradan salamlayıram, səmimi etirafına görə. Dedi ki, Bakı toylarına getmək hər adamın... Düz deyir də. Səmimi elə etirafına görə Manas müəllimi buradan belə eşq olsun ona. Sonra bir zəfər də var idi, bizdə Qaramançalar var idi, Vaqif Əsədov idi deyəsən. Deyir ki, başqa yerdə yaşaya bilmir Bakı adamları. Bəli. Bilirsiniz, bölgü bölümü istəmirəm, amma yeganə bizim kəndlərimizdədir ki, həyətdə toylar olur. İndi bizim Şəmkirimizdə də cəmaat oturub saatlarla muğama qulaq asa bilir və biz millət demirlər ki, tez elə bir dənə orada mahnı qoydu. Elə bölgə var, deyir, haqqında çıxıda olsun, davayı, bir dənə belə bir papaq gəlsin, nə bilir. Amma bizdəkilər xoşlayırlar.